Gəncənin Səbzkar qəbirstanlığı haqqında bilməli olduğumuz 5 maraqlı fakt. 1. Gəncə Səbzkar qəbirstanlığı mənbələrin məlumatına görə 16-cı əsrin sonunda 17-ci əsrin əvvəllərində salınmışdır. Onu da deyim ki, indiyə qədər mövcud olan Səbzkar qəbirstanlığı Gəncənin ən böyük tarixi qəbirstanlıqlarından biridir. 2. Gəncənin Səbzkar qəbirstanlığı Azərbaycan ərazisində tarixi türbələrin ən çox yerləşdiyi qəbirstanlıqdır. Belə ki, burada 17 bağlı türbə, 12-dən çoxsa açıq sərdabə, yəni tarixi sərdabə və türbələr vardır. Ən qədim türbə 1784-cü ilə aid olan Hacı Qasımların türbəsidir və bundan sonra gələn ən son türbə isə Xoyskilərin türbəsidir ki, 20-ci əsrin əvvəllərinə aiddir. 3. Səbzkar sözünün mənası haqqında versiyalar çoxdur. Bəzi məlumatlara görə Səbzkar sözünün mənası Səbzabad məhəlləsinin adından gəlir, yəni səbzə yetişdirilən yer deməkdir. Bəzi məlumatlarda isə Səbzkar sözünün mənası açıqlıq sahə, vahə mənasını verir. Lakin birinci versiyanın tərəfdarlarının sayı daha çoxdur. 4-cü, Səbzkar qəbirstanlığı Cümhuriyyətimizin qurucularının və difai təşkilatının, əfsanəvi difai təşkilatının nümayəndələrinin uyuduğu bir yerdir. Xoyskilərin, Yusifbəylilərin, eyni zamanda Xasməmmədovların türbələri burada yerləşir. Nəsil türbələri burada yerləşir. Bundan başqa Məhəmməd Hadinin qəbri Səbzkar qəbirstanlığındadır. Əli Şövqi, Azərbaycanın ilk füzulişünası Abdullah Surun belə qəbri orada yerləşir. 5-ci, Səbzkar qəbirstanlığı 3 memarlıq üslubunun cəmləşdiyi bir yerdir. Burada həm Aran memarlıq üslubu, həm Mərkəzi Asiya memarlıq üslubu, həm də ki, Təbriz memarlıq üslubunun xüsusiyyətlərini özündə əks etdirən türbələr və sərdabələr vardır.